Uşaqlar salam, hər vaxtınız xeyir olsun. Kimya vadisindən hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Salam Nərmin, salam Sevin, salam Gülnur. Hər birinizi salamlayıram uşaqlar. Salam verin. Bəli, uşaqlar, artıq biz sizinlə bugünkü dərsimizdə inşallah mürəkkəb efirlər, yağlar, karbohidratlar mövzusunun model suallarına və azot düzlü birləşmələrdən test topusundan müəyyən nümunələrə baxacağıq, seçilmiş suallara baxacağıq və dərsimizi bu yana davam etdirəcəyik. Ya Allah, ya Bismillah getdik. Görək nə suallar var. Şükür Nəzrin, yaxşıyam. Çox sağ ol. Allah köməyin olsun. Yaxşı olasan sən də. Deməli, artıq biz xeyli irəlilənmişik günləri sizinlə. Model sualları görək hara qoymuşam. İri molekul, daha doğrusu. Aha. Və salam Ayam, salam. Nəzrin Niki müəllim, ağ şokolad xoşlayırsınız? Hə, olar, olar. Amma belə mənə şokolad təklif edirsən, mənim xoşuma gəlir. Mən bəyənirəm bu şokolad söhbətlərini. 2 dəqiqədə səbirli olaq, uşaqlar qoşulsunlar, 7000 nəfər dərslər qoşulsun və böyük bir ordu ilə dərsimizi davam edək. Almışam bir şey. Nəzrin bizim ağ şokoladımızı al. Müəllimdə onun bio var, ona görə qoşula bilmədim. Kayıtdan baxdım. Olsun, problem deyil. Zaten bizim bütün dərslərin kayıtları dərslər öz yerində durur. Artıq bu günləri bizim 34-cü dərsimiz. 34-cü dərs. Yəni inanılmaz bir şey. Artıq 34-cü dərsi keçəcək bu günləri. Aha. İnşallah başlayaq yavaş-yavaş, vaxt itirmədən digər yoldaşlarım, dostlarımız da qoşulacaqlar yavaş-yavaş. İlk öncə biz sizlə başlayacağıq. Deməli, mürəkkəb efirlər, karbohidratlar mövzusundan model suallara baxacağıq. 7000 uşaq, bəli, bəli. 7000 uşaq burada olacaqlar. Salam Günay, salam, salam. Ya Allah, uşaqlar, getdik. Başlayın suallarınızı verin. Döşün sualları, yağdırın sualları. Sualları oradan bu tərəfə göndərin gəlsin. 1-dən 5-ə qədər sual. Modellərdə uşaqlar, modellərə topla baxarıq, yaxşı. Aha, 3 deyirlər uşaqlar bayaqdanlandı. 3 deyirlər. Uşaqlar fikir verirsinizsə, bu birinci sual artıq o qədər həll eləmişik ki, belə deyək də artıq adiləşib o sual. Fikir verirsinizsə, o glikozanın qızqırma təmləri, qəbul sualına o qədər danışdı. Artıq o sual adiləşməyə başladı. Uşaqlar, deməli, bu sual 3-cü sualda görək söhbət nədən gedir? Bu sualı niyə saxlamısınız? Deməli, ilk öncə uşaqlar, glikozanın süd turşusuna qızqırması deyir, hörmətli şagirdlər. Glikoza C6, H12O6-dır. Və süd turşusuna qızqıran zaman bilirik ki, glikozanın yarısı kimi yadda saxlaya bilərsən. C3, H6O3 və 2 mol süd turşusu. İnşallah süd turşusu bilirsiniz də. CH3, CH, OH, COH-dır. Və bu bizim süd turşumuzdur. Və inşallah burada bilirsiniz də bunun haqqında əvvəlki dərsdə çox xeyli danışdık. Bu vaxt itirmək istəmirəm. İnşallah burada birinci növbədə nəyə fikir verməlisiniz? Burada qrafiklərə baxırsınız. Bir kütlə zaman qrafikləri verilir. Bir də molun zamanı arasında qrafiklər verilir. Bu qrafiklərə diqqət eləmək lazımdır. Aha. Deməli, burada nəyə fikir vermək lazımdır? Əgər molla gediriksə, hörmətli şagirdlər, 1 mol glikozdan, 1 mol glikozadan neçə mol süd turşusu əmələ gəlir? 2 mol. Yəni, reaksiyaya daxil olan maddə zaman keçdikcə azalır, alınan maddələr nə edir? Sıfırdan artmağa başlayır. Və şöyle ilk öncə mən mol zaman qrafiklərini analiz eləmək istəyirəm. Bu daha rahat görsənir mənə. Və ikinci qrafik mənim diqqətimi çəkir. 10-dan başlayıb 4-də dayanıb. Sərfiyyat nə qədərdir? 6-dır. Aydın məsələdir ki, bundan 6 mol sərf olunsa, buna nə qədər əmələ gəlməlidir uşaqlar? 12 mol əmələ gəlməlidir. Ona görə uşaqlar, bu qrafik yalandır. Bu qrafik uymur. Gəlin digər qrafikə baxaq. 10-da başlayıb 5-də dayanıb. Sərfiyyat nə qədərdir uşaqlar? 5-dir. Və həqiqətən bundan 5 mol sərf olunur. Bundan nə qədər alınır? 10 mol. Razısınız uşaqlar bu söhbətlə? Yəni 1-ə 2-dirsə, molla işləyirəmsə 5-dən neçə mol alınmalıdır? 10 mol alınmalıdır. Yəni bu bizim bu qrafikimiz nədir?
doğrudur. Və gəlirəm digər məsələlərə. Uşaqlar, burada da əslində qalan deyərsiniz ki, ay müəllim, bəs burada qlikozan filan kütləsini niyə verməyib? Uşaqlar, bunu niyə versin? Zaten bunun kütləsi eyni qədər karbon, eyni qədər kütlə var. Yəni bu da 180-dir. Uşaqlar, bu da 180. Yəni 180-dən 180 alacaq da. Əgər bu 108-də başlayıb 48-də dayanıbsa, nə qədər səhv olunub? 52. Deməli, bu da 52 alınmalı. Deməli, bu da səhv. Gələk buna baxaq. 108-də başlayıb 54-də dayanıb. Həqiqətən 54 sərf olunur. 54 də neyinir? Alınır. Çünki reaksiya girən maddələr zaman şəkli azalır. Alınan maddələr sıfırdan neyinir? Artır. Yəni 180 dağılır. 180 alsa 54 54 deyəsən. Və belə testin düzgün cavab variantı 3 və 4 olacaq. Bu sualı verən yoldaşlar aydın oldu mu? Fatimə soruşum. Aysel, Sevinç, bir çox uşaqlar bu sualı soruşmuşlar. Aydın oldu mu uşaqlar bu sualın həlli? Kim aydın olmazsa desin. Aha, anladım deyirlər. Bəli, başa düşdük. Baxaq ki, nə görə nəsə problem varsa. Yox ki, sıxıntı. Yəni, bir də diqqətli olması sualdır. Yəni, əslində gözəl sualdır. Davam edək növbəti sualına. Sonra 10-a qədər sual. Çəkinməyin, utanmayın, suallarınızı verin. Bütün sualları izah edəcəm, narahat olmayın. 10-a qədər sual. 5-ci sualı Züleyxa xanım soruşur. 5-ci sualı. 5-dir, sonra 7. Peki, səbirli olun. 5 və 7. Səbirli olun. 5, 7, 8-ci sualları soruşurlar. Maşallah. Deməli, bu sualda 3, ümumiyyətlə, metil metaakrilat molekulu. Metil metaakrilat. Uşaqlar, bu bir mürəkkəb efirdir. Bilirsiniz ki, bunu almaq üçün metakril turşusunu götürürük. Metakril turşusunu. Və onun üzərinə metil spirti gəlirik. Və bilirsən də, buradan OH, buradan nə çıxır? H çıxır. Və reaksiya nəticəsində belə bir maddəmiz alınır. Uşaqlar, mən bu hissəni açıq formada yazıram. Oksigen, O, CH3. Biraz səliqəsiz oldu. Biraz səliqəmizə əl gəzdirək. Belə. Gördüyünüz maddəmiz metil, bu tərəfdən metakrilat. Uşaqlar, bu mürəkkəb efirdir. Metil metakrilat bilirsiniz də, üzvü şüşənin monomeridir uşaqlar. Bunun polimerləşməsindən nə alınır? Deməli, polimetil metakrilat, yəni üzvü şüşə alınır. Bəli, bəli, açıb yazıram deyir, həmişə rahat olur Nəzrin xanım deyir. Bəli, tamamilə doğrudur, haqlısınız. 3 ədəd rabitə SP2, SP2 hibrid orbital örtməsi hesabına əmələ gəlir. Uşaq, bu rahat olsun deyə. İstəyirsən bunu açıq formada yazaq, daha rahat olsun. Və hidrogen atomlarımızı belə düzək. Və bu şəkildə O, C, hidrogen, hidrogen, hidrogen. Uşaq, deməli, mən sizə rahat qayda nətər demişdim. Karbon atomları ətrafında sigmalar sayırsan. Əgər 4 dənə sigma olsa SP3, 3 dənə sigma olsa SP2, 2 sigma olsa SP. Başla saymağa. 1, 2, 3 nə vəziyyətdədir? SP2. Bu da eyni qaydanın SP2. Bu da eyni qaydanın SP2. Bu nə vəziyyətdədir? SP3. Bu nə vəziyyətdədir? SP3 vəziyyətdədir. Və uşaqlar, baxıram ki, burada SP2, SP2 örtülməsi neçədə nədir? Uşaqlar, bizə sigmalara baxmaq. SP2, SP2 1 və 2 dənə SP2, SP2 örtülməsi var və bu yalanmış. Uşaqlar, 3 dənə bir örtülüb. Deməli, bu səhvdir. İkincisində 3 ədəd birli karbon var. Qardaş, birli karbon nədir? Bir karbona birləşir. Məsələn, burada belə deyək də, məsələn, bunu biz əvvəlki alkanlar mövzusunda barədə danışmışıq sizlə. Demişdik ki, karbon neçə karbona birləşirsə, ona uyğun təyin olunur. Məsələn, bu karbonlar birli karbonlar. Çünki bir karbona birləşirsə, bu karbon ikili karbondur. Bu karbon neçəli karbon? Üçlü karbondur. Bu neçə karbon? Dörtlüdür. Şolar, diqqətli olun, hörmətli şagirdlər. Ehtiyatlı olmaq lazımdır. Birli karbon, bu karbon birlidir. Bu karbon birlidir. Bu karbon da birlidir. Amma bu karbon uşaqlar birli filan deyil. Çünki oksigenə birləşib. Oksigenə birləşib uşaqlar, çaşmayın. Bu qıraqda dayanır. Nə olsun qıraqda dayanır? Bu oksigenə birləşib. Yəni burada 4 dənə birli, o 3 dənə birli karbon var. Yəni bu doğrudur. Propil, indi baxaq. Propil asetat. Propil asetat. Uşaqlar, propil asetat bir pini niyə saymır? Uşaqlar ki, müəllim, orada sigma istəyir yalnız birdən. Aynı Şəlalə, bir dəqiqə mənə qulaq asın. Axı, sigma pir orbitəni birləşməyə adəti yoxdur. Pir orbitəni hibridləşməmiş p orbitalları yaradır. Sən durub hibrid örtülməsindən sigma aid eləyə bilməzsən. Sigma orbitənin bir dənə mexanizmləri orta məktəb kimyasında. O da 88. 2 dənə p orbitalın bir-birini hibridləşməmiş p orbitalların biri-birini örtməsi hesabına əmələ gəlmir. Tez yadımdan çıxdı. Diqqətli ol günah. Propil asetat. Uşaqlar, propil asetat doymuş mürəkkəb efirdir. Yəni, propil asetat. Yəni, burada diqqətli olmalısın. Uşaqlar, propil asetat bu arada yəni, dəxilsiz bir şey. Nətər bunlar izomer ola bilər? Bunlara bir dənə
Salam Leyli, Salam salam. müəllim. Salam, Mən salam. Süreyyadır. Hə, kimdir? Heç görə bilmədim, gözlərim biraz yaxşı görmədi. Hə, Leyli salam yazıb. Dalıca da Süreyya xanım sizi salamladı. Mən də sizi salamlayıram uşaqlar. Krallıqdan sizi salamlayıram. Bura Kimya krallığı da bu arada. Müəllim, bağışlayın, mən bir adam Bağışlamışsınız. zəifləmişdi. Nə Ona görə, olmuşdu? yəni vacib adam idi. Ona görə yarım kəsə bilmədim. Problem deyil. Bəli, bəli. Salam 400 bal. Oldu Salam. müəllim. Bəli, bizim uşaqlarımız öz adlarını fərqli qoyurlar. 400 bal. Ondan sonra kimya cəhənnəmi adlandırırlar uşaqlar buranı. Bəli, bura vadidir. Bura imperatorluqdur. Bura krallıqdır. Bura monarxiyadır. Burada biz varıq ancaq. Bura bir cəhənnəmdir. Burada sağ qalmaq mümkünsüzdür. Fatimə deyir dəmir yumruq. Nədə deyil də bu sözlər mənə. İnansan motivasiya alıram bunlardan. Bir imperator nədir Azərbaycan dili müəllimə ağladı. Kimdir o 400? Ayan soruşur, kimdir o 400? Müəllim, Ayan buradadsa 400 bal o deyil. Bəli, uşaqlar. Dünəndən bəri o 400 balın kim olduğunu araşdırır və çox təəssüf hissinə qeyd edirəm ki, o 400 bal tapamamışam. İnşallah taparıq. Hı Mənim hı. müəllim inşallah 400-ü taparıq. Niyə təəssüflənirsiniz? Ne taparıq? Ne o qalsın. Tamam, onu taparıq. Sonra propil asetatda təbii ki, burada ilk növbədə Bizim karbon monoksidi problemimiz rabitə Zoom idi. yoxdur. Necə, necə? Bizim problemimiz Zoom idi, onu da tapmadıq getdi. O heç, o da o getdi. Zoom-u tapamarıq şimdi. Və uşaqlar, bu yalan söhbətdir. Çünki bu propil asetat izomer deyirlər uşaqlar. Çünki ən azından heç nə bilmirsənsə, adı nədir? Belə deyək də, burada karbon hidrogenləri sayırsan və təbii ki, düz gəlməyəcək. Çünki bu doymamış mürəkkəb efirdir. Bu doymuş, yəni dəxilsiz bir şeydir. Bunlar izomer deyirlər bir-birinə. 12 polyar kovalent rabitə var uşaqlar. Bu da xəttləri sayırsan. 3, 4, 5, 6, 7, 10, və 12. İnşallah bu söhbətləri doğru. Cavabımız olacaq 3, 4. Və belə bir cavab da, yox 2, 3 üzr istəyirəm. Cavabımız, yox 2, 4. Cavabımız nədir? 2, 4. Təsəvvür test edib cavabı səhv yazsan. Züleyxa xanım, başa düşdünüz söhbəti. 400 bal deyir ki, müəllim, yığanda taparsınız. Deyir, Ayan deyir ki, müəllim, mənim 400 bal yığmağım getdi. Hər 10 testdən bir hesab səhvi çıxır. Dəmir yumruq bizi salamlayır. Salam, salam. O dəmir yumruq nədir? Başa düşdüm Ayan müəllim, bizələr. çox sağ ol. Necə? Başa düşdüm, çox sağ ol. 6-ya da baxa Dəmir bilərik. yumruq kimdir? Dəmir yumruq. Dəmir yumruğu bilmiş. Uşaqlar, bizim bu onlayn dəstəş uşaqlar hərə bir dənə adından girir. Bilməm bu kimdir. Müəllim, birinci variant niyə səhv oldu? Birinci variant niyə səhv oldu? Səbirli ol bir dəqiqə. Birinci variant niyə səhv oldu? Birinci variant ona görə səhv oldu ki, hörmətli şagird. Bax bura bir dənə. Eşidirsən məni? Burada SPC, SPC nesini örtmə var? 1, 2 dənə SPC, SPC örtməsi var axı. Burada SPC, SPC örtülməsi axı 2 dənədir. 3 dənə deyil axı. Bilmədin söhbəti. O sual kim soruşmuşdu? O sual kim soruşmuşdu? Bilmədim, yadımdan çıxdı. Bildimsə, bildim müəllim, heç nə, çox sağ ol. Sən də sağ ol Günə, sən də sağ ol. Allah səni pənahında saxlasın. Keçən növbəti suala. 7-yə qədər sual var, başqa 7-yə qədər. 6-ya da baxa bilərik. 6-ya da baxa bilərim. Mənim gözüm üstə, mənim ağrıyan gözlərim üstə baxaq. 6-cı suala baxaq. Deyirəm uşaqlar, 6-cı suala bizə mürəkkəbi verir. Metil qruplarının sayı 2-dir. Və burada nəyə diqqət eləmək lazımdır? Deyir ki, metil qruplarının sayı 2-dir və karbon atomlarının sayı minimumdur. Doymuş bir atomun sifirdə doymuş bir əsas karbon üçün alınan x-i müəyyən edir. Uşaqlar, məncə bunu yazaraq tapmaq lazımdır. Hə, Ayan, sən yazmısan axı bu sualı. Ayan, baxırsan suala. Ayan, yazmısan bu sualı. Baxıram Bir müəllim. yazıb axtarmaq lazımdır. Bir kömək elə də, mən öyrəsə sualı həll edə bilmirəm. Bunun başqa bir versiyası varmı yəni? Bunun başqa yolu varmı? Mütləq gərək yazıb baxmaq lazımdır buna, hə? Belə bir tapmaq olma, belə tapamayacağıq biz bunu. Yoxsa mənim ağlıma mı gəlmir? Yəni ağlıma gəlmir hal-hazırda bu mənim. Yoxsa sənin bir yolun varmı? Yazırıq müəllim, yazıb baxırıq, heç nə. Allah köməyiniz olsun. İzopropil asetat. Yəni dedim bəlkə nəsə bir yolu var, başqası yoxdur deyir. Aha.
İzopropil asetat. Asetat turşusu bildiyimiz kimi budur. Sirkə turşusu, CH3 olar. Deməli, buna OH çıxırıq. İzopropil radikalımız da kimdir? Bax, budur. Gördüyünüz kimi bu kimdir? İzopropil, deməli, asetat. İzopropil asetat. Bizim inşallah metil qruplarının sayı bu arada çox oldu. 1, 2, 3 dənə oldu. Heç buna baxmağa ehtiyac yoxdur. A variantı getdi. Gələk B variantına. Etil formiyat. Etil formiyatla uşaqlar qarışqa turşusudur da. Turşudan OH çıxırıq, spirtdən H çıxır. Etil spirtdən H çıxır. Yerdə nə qalır? C2. Bunu açıq formada yazaq. CH2, CH3. Metil qruplarının sayı 2 dediyinə görə bu da yalandır. Hər vaxtdan xeyir, Cələ, hər vaxtdan xeyir. Deməli, B variantına getdi. Gəldiniz o biri varianta, müəllim, şərtlərdə uyğun özümüz maddə yazırıq da. Şərtdəkilərə Müəllim, uyğun özümüz. 400 bal deyir ki, müəllim, şərtdəkilərə uyğun özümüz maddə yazırıq da. Nə maraqlı fikirdir ha. müəllim, radikalların əslində ikisində pH göstərəndə alınır. Və nə demirsən bayaqdan, mənə zülüm verirsiniz burada. Mən elə yazmaq demək istədim. İndi qıraqda yazım. Bir dənə efirin elə bil ki, 2 dənə oksigenlə karbon birləşməsini yazırıq. Aşağıdakı oksigenə bir dənə CH3, karbona bir Belə dənə CH3. deyirsən, belə deyirsən, belə yazaq mı? Bəli. Bəli. Və niyə demirsən bayaqdan da mənə əziyyət verirsiniz burada? Yazmaq deyəndə bu belə yazıb tapmağı dedim mən. Mənə burada üzülüm ver. Sağ olun da. Sağ olun da. Metilin birini əvvələ, birini sona yazırıq. Fəriddir. Fərid, bunu bir tez demək lazımdır. Mən az qalmışdı. Bu da 125-ci elementi kəşf edeyim. Bax belə. Yəni, həqiqətən uşaqlar, bunun başqa yolumuz yoxdur. Metil qruplarının sayı 2 dənə ən azı biz bunu eləməliyik və bizim maddəmiz də kimdir? Metil asetat. Bu da hansı variantları? D variantındadır. Bir müəllim, bir dəfə turşuya görə, bir dəfə də spirtə görə yoxlayırıq. Çox sağ ol, Şəhalə, minnətdaram. Bəli, Nəzrin də orada bizə gülür. Çox sağ ol, Nəzrin. Çox gülgülən biraz bizə. Müəllim, Sürəyədəki müəllim. D. Yeni element, aha. Yeni element kəşf eləmiş uşaqlar bu arada. Keçdi növbəti 7-ci suala. Qaranlıq qalan məqam varsa deyin uşaqlar. Müəllim, az qala yeni element kəşf eləsəydiniz Nobel mükafatı alardınız. İnşallah, nərim də olmadı da. Qoymadım kəşf eləyim. Salam Səbrə xanım, salam. Axşamınız xeyir olsun. Mən sizi salamlayıram. İzopropil asetat. İzopropil asetat nədir? Bu bizim asetat turşumuzdur. Bu da bizim izopropildir. Uşaqlar, izopropil spirti ilə özü qorxmayın. Valla çox sadə bir şeydir. Asetat turşusu, sirkə turşusudur. Uşaqlar, izopropil spirtdə bilirsən də budur. Sadəcə mən tez bazar ağlımda buradan OH, buradan H çıxadıram, qalan birləşdirirəm bir-birinə. Yəni, buradan xüsusi bir dahil eləmirəm. Molekulunda 3 dənə metil qrupu var. Baxaq. 1, 2, 3, bəli. Doğrudur. Molekulunda, uşaqlar, buna baxarıq. Pentan turşusu da izah edilir. Uşaqlar, bilirik ki, mürəkkəb efirlər karbon turşularına nizam edilir. 1, 2, 3, 4, 5, bəli. Həqiqətən 5 dənə karbon, pentan turşuda 5 dənə karbondur və həqiqətən də bunlar nizam edilir. Natrium OH-da, uşaq, buna baxarıq. Molekulunda 4 ədəd birli karbon var. Bu kimin sualı idi? Çox maraqlı gəlir mənə. Kimya olan müəllim sadəlik ola heç inanmasın gəlmir. Kimya olan müəllim sadəlik ola heç inanasın gəlmir, deyir. Ayşə xanım deyir. Bilmirəm niyə belə fikirləşir. Bu sual kiminidir? Bu sual. Acaba bu sual kiminidir? Səssiz deyildi. Mənim. Fatimə deyir, mənim. Ay Fatimə, birli karbon nədir? Tərəfdən karbona birləşsində Aysa, bu karbon neçəli karbondur? birli. Bəs bu? O birli deyil ki. Karbona Neçəlidir? tərəfdən bir karbona birləşir də. Bəs bu neçəli karbondur? Bu neçəli karbondur? Üçlü Bu da olacaq. birlidir. Niyə çaşdın qaldın? Bu da birlidir də. Bu da İki birlidir. tərəfdən karbona birləşir axı. O iki tərəfdən Yox, oksigen axı nəzərə bu alır. oksigen, sən niyə özü çaşdırırsan? Karbon karbona birləşməlidir, birli olmaz. Oksigen sən nə edirsən? Sən oksigen nə edirsən? Bilmədin söhbəti? Anladım. Oksigenə nəzərə almırıq da. Karbon. Bəli, bu karbon neçəli karbondur? O Birli. birli. Bəs O bu? da birli. Yo, O bu. ikili. İkili. Neçə dənə birli karbon var? Bir dənə, iki dənə. 4 dənə oldu axı. Üç dənə. 1, 2, 3, 4. Bəli. Hayır, bu nədir? Doğrudur. Natrium OH ilə Doğru. natrium asetat əmələ gəlir. Biz nətər öyrənmişdik? Uşaqlar, mən bilirəm, şagird harda çaşır.
Ona görə mən sizə ilişdirməyin yollarını çox rahat bilirəm. Üzərinə gəl natrium OH. Bunu buradan kəsirsən. Spirtə H verirsən. Onu xoşbəxt edirsən. Spirtin H-a ehtiyacı var. Necə mənim 7 uşağa ehtiyacım olduğu kimi. Və yerdə nə qalır? CH3, C oksigen, O natrium. Və uşaqlar reaksiya nəticəsində nə əmələ gəlir deyir? Deməli, natrium asitat əmələ gəlir. Bu da doğrudur. Uşaqlar bir dənə B-yə baxın hələ B-yə. Fikir verin. B nədir? Yalandır. Mən biləydi ki, müəllimimizə badalaq qurursunuz. Mən nə edirəm? Mən yetim nə elədim? Niyə mənim üstümə gəlirsiniz? Yola baxın bura. İndi bu maddəni burada yazmışam. Bunu da xəttləri sayın da zəhmət olmasa. Xəttləri sayın bir dənə. Niyə hər şey mənim üstümə atırsınız? Mən burada masum adamam. 1, 2, 3 polyar kovalent rafı edir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə. İnşallah bu nədir? Səhvdir. 13, 14 dənə də polyar kovalent rabitə. Bəli, bəli. Keçən növbəti suala. 7-ci sual aydın oldu mu uşaqlar? 7-ci sual. 12-də səhvim var, bilmirəm nədəndir. Anladım müəllim. Anladım, çox sağ olun. Sən də sağ ol Cinan. Keçən növbəti vaprosa. Görən növbəti vapros nədir? Uşaqlar, silə düşük vapros neçə idi? 10-a qədər sual, 10-a qədər sual. 10-a qədər sual. Yatdılar, pisi. Uşaqlar söndülər. Ay cəmaat. Ay Bəli, uşaqlar. model bunlar. Bəli, bəli, modeldir, bəli. Müəllim, istəyirsiniz bir-bir izah eləməyə başlayın. Bir-bir izah edin. Nə oldu? Bir-bir izah Hə. etməndə can qalmaz ki. 9-a Müəllim, baxaq. birinci suala baxmışdınız müəllim modeldə Neçənci bizə. suala? Cavabda səhvlik yox idi. Birinci sualın cavabında səhvlik varmı? Birinci cavabı nə yazmışdın ki sən? Mən istədiyim cavabı tapmadım axtardım. Yəni tapdığım İstədiyim cavabı cavabı burada tapmadım. tapmadım. Uşaqlar, hamı belə olub. Hamı belə olub. Ayseldir, yoxdur səhvlik. Ayseldir, səhvlik yoxdur. Ayan səhvlik varmı? Uşaqlar, digər yoldaşlar. İndi mən burada bir ikisi alıb Məndə də görürəm. yox idi. Səhvlik varmı burada nəsə? Deməlim cavab. Alınır cavab, hə? Onda məndə yəqin ki, mexaniki səhv olub. Baxaram Ha, yenə. onda sən baxarsan. Nuray, sən də bax da bir gör. Uğur, digər yoldaşlar, Vüsala, Zəhra, bir baxın gör nələr varmı burada səhvlik? 60 nəfər adam var, mən hamının adını nədən çəkim eyni anda. 7-ni izah elədik uşaqlar, 7-ni izah elədik, 7-ni danışdıq. Keçək 9-a qədər başqa nə sualınız var? Yoxdur müəllim. Dəmir yumruq deyir ki, yoxdur. Dəmir yumruq, ada bax. Dəmir yumruq özdə. Aysel həllin yazdı ora sənin üçün. Yəqin ki, məhv nəsə gözündən qaçıb, hə? Bəli, müəllim, yəqin ki. Sənin gözündən qaçıb nəsə. 100% sən nəsə diqqətindən qaçırmısan. Deməli, gəl səninlə bərabər bu suala birlikdə baxaq görək bu 9-cu sualda nə söhbət var. Müəllim, süd turşusu neçə mol kalium OH-la girir deyəndə COH-ın OH-ını nəzərə alırıq. Bəli, 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 bəli. Çünki süd turşusu turşu kimi bir əsaslıdır. Bildin necə? Burada sən buna fikir vermə. Bu bir atomlu spirtlər kalium OH-la getmir. Bu eynən kalium OH. Buradan OH, üzr istəyirəm. Buradan OH, buradan H çıxır. Yəni 1 molla gedir. CH3, CHOH, COO kalium. Aydın oldu. 400 bala başa düşdün? Bəli, bəli. Bu belə bir oldu. Müəllim, təşəkkürlər. Buyurun, buyurun, buyurun. 400 bal. Molekulunda uşaq, alkenin formulu nədir? Alkenin formulu CnH2-dir. Və biz bilirik ki, alken alfatik karbohidrogendir. Sigma rabitələrin sayı karbon, karbon azdır. Karbonların sayından bir dənə azdır. Karbon, hidrogen asid hidrogenlərin sayı qədərdir. Və 3n-1-i bərabər eləm 8-ə. 3n bərabər 9, n də bərabərdir 3. Aydın oldu mu uşaqlar? N bərabərdir 3. Deməli, bizim alkenimiz kimdir? C3H6-dır. Və uşaqlar, alken deməli bu propendir tərkibində 3 dənə karbon olan. Üzərinə su gəlirəm. Diqqətlə qulaq asın. Deyəsi hardan gəlir? Diqqətlə qulaq asın. 2 qat rabitə qırılır. Markovnikov əmmiyə görə hidrogen hidrogeni çox alına bilər ki, bu da vura bilər. Yəni, reaksiya nəticəsində nə alınır? O belə bir şey. Alınır izopropil spirt. Artıq bu bizim
Deməli, bu bizim x-imiz idi. Bu bizim nəyimiz idi? Bu bizim y-imizdir. Elə deyilmi? Bunu yazdıqmı belə? Y, indi uşaqlar gəlirik ən sonuncu etaba. Sirkə turşusu CH3COH-dır. Üzərinə gəlirəm spirit. Uşaqlar, bunun OH-ını bu tərəfə yazıram. CH3-dən yerində dəyişirəm, daha qəşəng görsənsin. Fikir ver bir dənə. OH-dan CH3-ün yerində dəyişirəm ki, çünki OH açsın daha səliqəli görsənsin. Buradan OH, buradan H çıxıram. Reaksiya nəticəsində nə alınacaq? CH3COO və deməli CH, CH3, CH. Şola, bu da bizdə nədir? Z maddəsidir. Mən ümid edirəm ki, buraya qədər başa düşdünüz. Bir baxın görün, çünki mən bu məsələni böyüdəcəm birazdan. Bilməyəsiniz söhbət hardan gəldi, hardan bitdi. Bir bax görək, 9-cu sualı verən yoldaşlar. Baxın görün, harada problem var. Buradan alkeni tapdım. Sonra alkenin təpəsinə su çırpdım. Alınan apardım, qarışqa turşusuna dalaşdırdım. Sirkə turşusuna daha doğrusu. Buraya qədər problem var mı uşaqlar? Yəni doğru olanlar. X vəziyyəti molekulunda OH var, səhvdir. Z, X-də ümumiyyətlə yoxdur. Nə dəxli? Z-də də ümumiyyətlə OH qrupu nə deyil? Yoxdur. Davam edək. Z və Y-in nisbi molekullar fərqi 42-dir. Uşaqlar, bunların emerlərini tapın da biriniz, nə olar? Bunların emerləri neçə-neçədir? Vallahi mən səbir bunların emerlərini tapmağa. Mən bunun emerlərini tapa bilməyəcəm. Bunların emerlərini tapa bilməyəcəm. Z budur. Bu neçə dənə karbon var? 1, 2, 3, 4, 5. Z-imiz budur uşaqlar. Z maddəmiz C5H10 O2-dir. Y maddəmiz kimdir? Y maddəmizdə C3, deməli H8 O-dur, spirtdir. Bunun emerlərini tapınlar, uşaqlar bunun emerlərini. Bir də ürəkli adam lazım bunun emerlərini tapmağa. Bunun emeri neçədir bunun emeri? 44, 74 edir bunun emeri. Bunun emeri neçədir? 60, 70, 102. Uşaqlar 102-dən 74 çıxanda nə qalır? Aşağıdakı 60'tır. Aşağıdakı 60. 60'dır bu. Ha, 102-dən 60 çıxanda nə qalır? 40. 42. X və Y-in nisbətən cəmi 100-dür. X uşaqlar 42-dir. C3H6-dır X-imiz. Onun emeri neçədir? C3H6-nın emeri. 42 eləyib. 42 ilə də adı nədir? Z toplayanda çox edir ağa. Çox edir. Edir uşaqlar səhvdir də. Və 102, 42 çox edir ağa. X vəziyyətin sinif daxil izameri var. Uşaqlar X adı nədir? Propendir. X propendir. Propen nə sinif daxil izameri? Yəni propen nə vəziyyət ola bilər, nə quruluş ola bilər. Alkenlərdə sinif daxil izameli butendən başlayır. Buten 1, buten 2, bir də quruluş izameli ola bilər. Karbon zəncirinə görə. Bilirsiniz də? Buten 1, bir də nə ola bilər? Buten 2. Və yaxud da ki, şaxə düzəldərsən. Bir də necə? Karbon zəncirinə görə quruluş izamelidir. Yəni bu nədir? Yalandır. Y ola bilər olsun. Uşaq, Y-in bəli, Y-in var. Y propanol 1, propanol 2. Propanol 1, propanol 2. Z-in sinif daxili izameri varmış, bu da yalandır. Z-in sinif daxili izameri var ama uşaqlar. Bunun sinif daxili izameri çoxdur. Yəni bu ola bilər olsun. Məsələn, qarışqa turşusunu, nə bilim, butil spirti ilə və yaxud da ki, nə bilim, üçün bu yana, birin bu yana qoy karbonları. Yəni var da. X, Y, Z-in siniflər arası izameri var. Uşaqlar, X-in siniflər arası izameri var. X-in siniflər arası izameri nədir uşaqlar? Alkenlərin izameri. Siklo alkandır. Y-imiz kimdir Y-imiz? Y-imiz uşaqlar propil spirtidir. Propil spirtinin siniflər... Uşaqlar, burada B səhv oldu. 102-dən 60 çıxanda nə qalır uşaqlar 102-dən 60 çıxanda? Müəllim, orada deyəsən 2 42. cavab düzdür gəlir. Necə? Orada deyəsən 2 cavab düzdür. Bir dəqiqə gözləyin. 60, 70 ya da 102 edir də düzdür. 36, 16 ya da düz dedik. Bu cavab düzdür axı. Y-in siniflər arası izameri var mı? Var. Şu hamısının var axı. Buna bir dənə baxaram. Bir dənə buna baxaram. Məsələn, mən səhvlik mi elədim görəsən? Zəhra deyir, A deyil cavab. Yox, Cavab yox. Y. Bəs B niyə səhv oldu ki?
Başa düşmədim. Biz nəyi səhv yazdıq? Bu qədər. Şahmətin deyir ki, suyun şırıltı səsi qırılan hidrogen rabitəsi səsidir. Valla bilənmirəm Şahmətin, yalan deyəmirəm. Bir də düzdür. Cavabın əslinə baxaram bir dənə. Ola bilər ki, nəsə testdə problem var. Bu variantda mı problem var, yoxsa nədə mi problem var? Nərminə nə yazır? Deyir Y 74-dür. Y 74-dür deyir. Bəs mən niyə? 36 isə 16 neçə eləyir? Müəllim 60 O eləyir, iki düzdür. yazmalı. Verir müəllim. Bəs niyə belə getdi? Bir dəqiqə gözlə yenə. Bir dəqiqə səbirli ol. Bunun əsli versiyasından bir dəqiqə. Bunun bir dəqiqə. Lan biz orada efirə bir oksigen yazmışıq seviye. Necə? Efirə bir oksigen yazdık biz diye. Bir dəqiqə dəqiqləşdirdi, səbirli ol. Yox. Test düz. Test düz. Nəysə səhv yazmışım. Efirə biz bir oksigen yazdık. Bir oksigen yazmışdım efirə. Ben Bir dəqiqə səbirli ol. Bilmədim ki, hansıydı. Bir dəqiqə səbirli ol. Nifrət edirəm də belə şeydən də. Adi bir şeydir. Ha, nəyi səhv yazmışam? Bax hala bir dənə, ayan. Ayan, nəyi səhv yazmışam? Bir də görüm hələ. Ha, nəyi səhv yazmışam? Düz yazmışam axı. Ayan, axı düz olur axı. Bir bax hələ gör. Mən burada nəyi səhv yazıram? Yəni adi bir şeydir. düzlemez şimdi Necə? düzdür. Bax niyə ikisi də düz Müəllim olur? düzdür. Yaxşı, bir dənə görün bundan bunun nə fərqi var? Eyni şey deyil. Nərminə deyir, Z-də hidrogen 10-dur. Ve biz de onu yazmışız. Biz də 10 yazmışıq da. Nəysə, uşaqlar, bilmədim, səhv tapa bilmədim. Bəlkə siz görə bildiniz. Görənmədim səhv. Görənmədim səhv, uşaqlar. Müəllim, bu Görənmədim. bizə bir işarə verir. Necə? Bu bizə bir işarə verir. Görənmirəm səhvimizi. Yəni, bu doğrudur Deyim da. müəllim, işarə Hə? verir. Deyim bu bizə nə işarə verir? Siz Mən, kimin adamsınız? 1 milyard faiz. Z-də deyir 5 dənə Müəllim, karbon. bilirsiniz, onlar da səhvlərini görə bilmirlər, görmürlər. Söhbəti bəyəndim. 1, 2, 3, 4, 5. Hə də. Sonra görənmədim səhvimi. Yəni, kimsə görə bilirsə desin. Mən səhvimi görənmədim. Səhv yoxdur, düz edirsiniz hamısını. Bilmirəm, görənmədim. Heç nə. Nəysə, keçən növbəti suala görənmədim səhvimi. Da çox düşünmək istəmirəm. Yəni, burada Emir ayrı fərqi tapmaqdan səbəbim tükənir mən belə şeyə. Sonra 15-ə qədər sual. Ola bilər, Jale, ola bilər, bilmirəm, açıq bilmirəm. Yox, problem yoxdur. Sonra 15-ə qədər sual.
15'e qədər sual. On beşe qədər. 12, 12 var. Sonra 13 var. Sonra da 14 var. 12, 13, 14. 12, 13, 14. Dalbalara düzülüblər. 12, 13, 14 dalbalara düzülüblər özdə. Ha, da şunun hamısı da. Ha. Deməli, uşaqlar, baxa bu suala. Reaksiya daxil olan maddələr, deməli, CnH2 plus 1 COH-dır. Molekulda karbon atomlarının sayı A-dır. Bunda isə A plus 1'dir. Reaksiyadan alınan mürəkkəb uşaqlar, zaten turşu split reaksiyasından bir mürəkkəb efir alınır. Və mürəkkəb efirin formulunu biz CnH2'nin o kimi yaza bilərik. Və karbon burada 12N'dir. 12N bölünsün. Oksijen nə qədərdir? 32'dir. Bərabərdir 9 bölünsün 8. Və uşaqlar, burada indi hər tərəfi 32'yə vursa 12N bərabərdir. En 3 çıxır müəllim. N3 çıxdı. Qəşəng. Deməli, bizim mürəkkəb efirimiz nədir? Budur. İndi deyərsiniz ki, ay müəllim, bunun mənası nədir? Bu bilsən sənə nə deməyə çalışır? Sənə deməyə çalışır ki, bunu əmələ gətirən spirtdəki karbonun sayı turşuda neçə vahid artıqdır? 1 vahid artıqdır. Yəni bizim turşumuz olacaq. Bizim turşumuz olacaq qarışqa turşusu. Spirtimiz olacaq nə? Spirtimiz olacaq uşaqlar nə? CH2, CH3. Yəni etil spirti. Bax, bir dənə gör bu şərti ödəyir, sevinç. 12-ci sualda. Bax, bir dənə bura. Buradakı karbonların sayı buradakından bir vahid artıq olmalıdır. Yəni mən bu 3'ü elə bölməliyəm ki, spirtdəki karbon sayı turşudan bir vahid artıq olsun. Başqa versiyası yoxdur. Buradan OH, buradan H çıxır və reaksiya nəticəsində nə alınır? HCO, O, CH2, CH. Deməli, mənim mürəkkəb efirim budur. Deyir, nə? Doğrudur, deyir. Metil asetatdır, yalandır. Bu etil asetatdır. Etil, daha doğrusu etil formiyatdır daha doğrusu. Etil, bu da qarışqa turşusuda. Etil formiyatdır, doğrudur. İndi bunu bildik, indi bu rabitələri sayaq da. Mən nifrət edirəm bu xəttləri saymaqdan da. Bu xəttləri saymağa mənə deyəndə. Polyar rabitə, müxtəlif arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. 9 dənə var səhvdir. Şöyle gəldik ən son etapa. Ən son etapa gəlirəm. Ən son etap. Dəqiq. H, C, O, CH2, CH3. Üzərinə natrium OH gəlirəm. Bunu buradan kəsirəm mişarla. Turşuya nə verirəm? Daha doğrusu spirtə H verirəm. Spirtə H verirəm. Yəni bu H-ı verirəm buna. Alınır CH3, CH2, OH plus. Yerdə nə qaldı? H, C, O. Bir dənə qaldı burada. O, natrium. H, C, O natrium. Bu da nədir? Natrium formiyatdır. Doğrudur. 2, 3, 5 D variantı. Aydın oldu 12-ci sual. Başa düşdün müəllim, çox sağ olun. Sən də sağ ol Günay. Sən də sağ ol. Necə? Başa düşdüm, sağ olun. Sən də sağ ol. Sən də sağ ol. Sən də sağ ol. Gəldi 13-cü suala. 13-cü sual nədir? 13-cü sualı yazanınız var aranızda? Yox. Deməli, uşaqlar, burada nəyə diqqət eləmək lazımdır? Deyir Mən ki, yazmışım. sən yazmışsan, qəşəng, yazanlar var imiş. Deməli, uşaqlar, R1, C, O, R2, bu bizim budur. H, C, oksigen, O, R2. Yazır ki, mürəkkəbin molekulunda hidrogen atomlarının sayı, ümumi sayı 14'ə bərabərdir. Aşağıda burada ümumi atomların sayı 14'ə bərabərdir. Və efirlərin nisbi molekul kütlələri fərqi nədir? 14'dür. Aşağıda, əslinə qalanda buradan bir məntiq yürütmək olar məncə. Efirlərin nisbi molekul kütlələri fərqi 14'dür. Bu bizə nə deməyə çalışır? R1 15. Necə? R1'in kütləsi 15'e bölünür. Yox, elə mi yanaşdın?
Bilmem R2'lər, S'lər, O'lar gedir. Necə? R2'dir, S'dir, 2 dənə oksigen gedir. R1 H bərabərdir 14. Hə, sən deyirsən ki, müəllim, onsuz da burada bu var, hə? Burada da bu var. Hə, mənim uşaqlar, bunların başı işləyir də. Sən onsuz da müəllim, burada bunlar var da. Elə gəl R1-ə CH3 deyək. Görürsən? Bunların başı işləyir vallahi. Bəli, bu CH3-dür uşaqlar. 14 nədir? CH3-dür də. 14 CH3. Əhsən. Bir Səbirə deyir ki, onu ChatGPT-dən soruşdum deyir. Dediyinə görə B variantıdır. Bu niyə belə bir şey deyirsən? İmtahanda soruşsan ChatGPT, de görüm bunun cavabı nədir? O da gir Məlikədən soruş. O zaman biabır imtahanı. Deməli uşaqlar bu da var, bu da. Deməli bizim R1-imiz nədir? R1-imiz nədir uşaqlar? Bizim R1-imiz CH3-dür. R1-imiz nədir burada? CH3-dür. Deməli CH3C oksigen OR2. Buyursan uşaqlar H, C, O, OR2. Uşaqlar deyir ki, burada hidrogen atomlarının cəmi sayı nəyə bərabərdir? 14-ə bərabərdir. Burada neçə hidrogen var? 3. Burada neçə dənədir? 4. Neçə hidrogen qaldı? Neçə hidrogen qaldı uşaqlar burada? Abi kömək edin də mənə. Ay, 10 vallahi dənə. yanlış var. 10 dənə. 10 dənə qaldı. Bir başa düşmədim edir. Yaxşı, izah edəcəm. Dəqiqə səbirli ol. Deməli uşaqlar, 3 bu da 1, 4. Toplam 14 hidrogen varsa. 14 hidrogen varsa. 14-dən 4-ü çıx nə qaldı? 10 qaldı. Deməli R2 nə olacaq R2-miz? C2H5, C2H5. Sənin ChatGPT-in sərt deyilmiş. Cavab D variantıdır. Mina deyir ki, mən də ChatGPT-də 2 variant göstərdim. Niyə belə oldu ki? Sənin ChatGPT də sərt çıxdı. Onun işi deyil kimya ilə başarmaq. O getsin başqa şeylər yoxlasın. Deməli siz bütün tapşırıqlarınızı ona ChatGPT-yə yazdırırsınız ha? Ay müəllim, YouTube-da müəllimlər izah edir. ChatGPT kimdir? Hə? Otururam YouTube-u qoyuram qabağıma. Hı. Hə, sizin izahlara baxıram, keçirirəm. ChatGPT kimdir? GPT, nəsə onunla. Dedim bəli, belə Mən deyil. zarafat edirəm, keçirib eləmirəm. Anam üşüdü. Məni öldürəcək. Yaxşı, bu söhbət dəyişsə. Şahmətli deyir, mən tam başa düşmədim deyir. Şahməttin bəy, var Şahməttin. Şama bir dənə başlayın bura. Deməli. Yoldaşı çox qəşəng izah elədi. Fikir verirsən buna. Burada da eyni, bax fikir ver bir dənə bu hissələrə. Bir dənə bu hissələrə fikir ver. Bu hissələrə bir dənə fikir ver. Bu hissələrə fikir verirsənmi? Bu sual nədir? Çətin. Ha, valla çətin zat deyil. Ay qardaş, deyib bunların molekül fərqi 14-ə bərabərdir. İndi başlı işlətdə burada H-dır. Bu H-dırsa, bura R1-in kütləsi neçə olmalıdır? R1-in kütləsi. Şamət, R1-in kütləsi neçə olmalıdır? R1-in kütləsi. Daha doğrusu, bir dəqiqə. 14 olmalıdır, bəli. 14 olmalı. 14 olmaq üçün bu CH3 olmalı deyil. 14 olmaq üçün bu CH3 olmalı deyil. Yəni bu 1-dirsə, deməli bu RH3 olmalı, CH3 olmalıdır ki 15 olsun, ki fərq 14 olsun. Hələ başa düşmədin? Yox, təsəvvür yox. Ondan sonra bunu eləyəndən sonra bura CH3 qoydum. Sonra nə etdim bundan sonra? Bir dəqiqə səbirli ol, bundan sonrası nə etdim deyim sənə. Bir dənə bu hissəyə bax. Baxdım deyir hidrogen atomları sayı 14-ə bərabərdir. 3, bu da 1, 4. 14-dən 4 çıxdım, qaldı 10. Bu da R2, eyni də R2. Deməli bu C2H5, C2H5 olmalıdır. Yenə başa düşmədin? Ha, başa düşdüm deyir. Şama deyir, başa düşdüm. Yaxşı. Keçən növbəti. 14-cü suala. 14-cü sual. Arkadaşlar, 14-cü sual. İlk öncə mən sizə bir şey izah eləmək istəyirəm. Hörmətli şagirdlər, hörmətli həmvətənlər. Burada nəyə fikirlənirsiniz? Bu bizim gliserindən ola bilirsə, gliserinlə mən həmişə demişəm, amma mən bunu beynimdə çıxardıram buradan şeylər. Nədir onun adı? Nə deyirlər onun? R də, nədir onun adı? ROH da, belə deyək. Daha doğrusu RCOH. Buradan OH, buradan H çıxardıram. Tez bazarda bunun formunu tətbiq eləməyi. COR. Uşaqlar, bu bizdə nədir? Yağdır.
Bizdə nədir? Yağdır. Bu nədir uşaqlar? Bizdə yağdır. Bilirsiniz də bu bizim yağın formuludur. Və uşaqlar biz bunun üzərinə natrium OH gəlirik. Bunun üzərinə natrium OH gələn zaman diqqətlə qulaq asın mənə. Bunun üzərinə 3 mol natrium OH gəlirəm. Natrium OH 1 mol, natrium OH 2 mol, natrium OH 3 mol. Yəni 3 mol gəlirəm də. Bunu buradan kəsirəm. Gliserinə uşaqlar bu H-ları verirəm buna. Gliserinə verirəm H-ları. Nə alınır reaksiya nəticəsində? CH2OH, CHOH, CH2OH. Bir də yerdə nə qalır? 2 ver bir dənə bura. RCOO natrium. RCOO natrium. Yəni nə qədər alınır? 3 dənə alınır. İndi mənə diqqətlə qulaq asın. Uşaqlar, deyir bundan 0,25 mol gliserin əmələ gələndə nə qədər duz əmələ gəlir? 225. İndi sənə sual verirəm. 1 mol əmələ gələndə nə qədər duz əmələ gəlməli? Bir dənə ağıldan güclü bunu hesablasın. Qoldan güclü bir nəfər lazımdır hesablamağa. 900 müəllim. 900 müəllim. Deməli, 3RCOO natrium kütləsi nəyə bərabərdir? 900-ə bərabərdir. O zaman RCOO natrium kütləsi nəyə bərabərdir? Nə mənə kömək elə tez? 300. 300-ə bərabər. Buraya qədər hamı başa düşdü. İndi bir dənə buradan manevr eləyəcəm. Bir dənə manevr eləyəcəm. Bunu heç kimə deməyin, yaxşı. Bunu heç kimə deməyin. Turşuda nə dərdir? Turşuda RCOH deyil, turşuda. Çünki turşunun kütləsini soruşur. Bir dənə baxın bura. 300-dən 1 gəldi. 23 çıxıram, üstünə 1 gəlirəm. Kim deyə niyə elə elədim? Natriumlu su bir daha gen Natrium gəldi. sıfır bir gün gəldi. Çünki natriumu çıxıb yenə hidrojen qoyuram da. 23 çıxıb üstünə 1 gəlirəm da. Bu cavab neçə eləyəcək? 278. Sonra natriumu çıxıram, natriumu çıxıram. Çünki RCOH olmalıdır axı. Natriumu çıxdım 23, üstünə 1 gəlirəm, turşunun kütləsini istəyir axı. Başa düşmədin yenə də? A məntiqdir. Məntiqdir. Bəli, bəli, bəli. Məntiqlidir. Xoşum gəldi. Mən də bunu bəyəndim. Vabi bunu bəyəndi. Mən ilk dəfə yazanda duzunu tapdım. Sonra baxdım ki, turşunu istəyir. Maraqlıdır, hə. Maraqlı sualdır. Gözəl bir sual. Şolar, 20-yə... Hə? Yəni 300 cavabı da var özdə. Hə, özdə mundaq kimi 300 də var, hə? Bəli, mən məsələn 300 yazdım, sonra gördüm ki, turşunu istəyir. Siz yazın, sonra gördüm ki, deyir müəllim, mən birinci yerinə səni qoydum, amma alınmadı, sonra belə etdim, uğur deyil. Hə, olar, uğur bəy, bəli, olar. Sən oğulsan, sən yazırsan da, sən bu işi bilirsən. Sən bu zəhəri bilirsən da. 17-yə qədər sual. 17-yə qədər sual. 16. Ha, bu 16-cı sual var ya. Bunun başına daş düşsün bu 16-cı sual. Təpəsinə daş düşsün bu 16-nın. Müəllim 16 var. Glikoza bilirsiniz də C6H12O6. Yəni glikoza aldehid spirtdir. Glikozanın 2 hidroksil qrupu. Uşaqlar, glikozada deməli ilk öncə nə edirəm? 1, 2, 3, 4, 5, 6 dənə karbondur. Və bunları bir-birinə tədqiqatla birləşdirirəm. Və axırda aldehid qrupumuzu qoyduq, əla. Və ən sonunda nə edirəm? Burada başlayıram OH-larımızı düzməyə. OH-larımızı düzməyə. Diqqətlə qulaq asın mənə. OH-ları düzdür belə. Dedim elə. İndi uşaqlar, deyir 2 hidroksil qrupunun. Uğur deyir ki, müəllim, ətraflı suallarda buna bənzər bir şey eləmişik. Bəli, eləmişik Uğur, bəli. Və uşaqlar, burada biz nə edirik? Yazırıq RCOOH. F-ləşmə reaksiyası nədir? F-ləşmə reaksiyası. Bir müəllim, mənim fizikam var bugün, mən sıxdım, üzürlü sahib. Aldehid üstə gəlinsin, spirt. Aha, səbirli ol. Buradan OH, buradan H. Eyni qayda 2 hidroksil qrupu iştirak edir. Hə, bu sualı var. Sənə bir dənə izah edəcəm. Ömrü boyu yadına çıxmayacaq. İmtihanda da yadına çıxmayacaq. Belə elədin, eşitistər halda məni. Topluda glikon turşusundandır. Deməli, aşağılar. Bunu eləyəndən sonra, hep ki, bu OH-ları çıxdı buradan. OH-ları çıx buradan. OH-ları çıx buradan. Çıxdın OH-ları buradan. Bax, bizim həmin o söhbət açdığımız o ələncə budur uşaqlar.
Həmin maddə budur. Və molekulda nə qədər karbon var? 12 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 20-dən 8 çıx. Neçə qalır? 12 12-dən karbon qalır. çıxmırıq müəllim 8-ə. Necə? 12-dən çıxmırıq Ay, 8-ə. səhv elədim. Toplum sualını əzbərləmişdim. Ay, bu hansı idi? 12-dən 8 çıxanda nə qalır? Kömək elə də mənə, nə olar? Görürsən, burada 4 bayaqlandan müəllim. 4 qalır. Burada 2 dənə R var. 4-ü böl 2-yə. S2H1, S2H5. Vəsə. Deməli, bizim turşumuz kimmiş? S2H5, SOH-mış. Var belə bir şey? A var ya. Ay, müəllim, mən bu sual yaxşı izah eləmişəm. Yəni, tək-tük yaxşı izah edilmiş suallardan biri də budur. Şəkər deyir, dünən də heyran olmuşdum bu günə. Təşəkkür edirəm. Çox sağ ol, minnətdarım. Amma görürsən, hələ də Jalə heyran olmur bizim sualın həllinə. Nəzir ümumiyyətlə bəyənmir bizim sualları da, həllərini. Ondan sonra. Mən belə. Girmən gezən başqa müəllim yanına. İndi yadıma düşdü. Həlli çox sağ olun. Sən də sağ ol. Günə. Sonra Müəllim, aydın oldu mu? bu sualı bir də izah eləyə bilərsiniz? Bu maddəni, bunu görsən bu maddəni. Bu bizim Müəllim. glukozamızdır. Efirləşmə reaksiyası nədir? Turşudan OH, spirtdən H çıxır da. Elə buradan OH çıxdım, buradan H çıxdım, qalan birləşdirdim bir-birinə də. Belə bir maddə aldım. Bu görsən bunu? Bu görsən bu maddəni? Belə bir maddə aldım. Bu var. Deyir, bunda nə qədər karbon var bunu eləyəndən sonra? 12 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 12-dən 8 çıxıram. 7 dənə karbon qalır. 4 dənə. Bunu da deməli, burada 2 dənə karbon var, burada 2 dənə karbon var. Niyə? Çünki bir axı eyni karbon turşusu. Deməli, bizim turşumuz kimdir? S2H5, SOH-dır. Yəni A variantı. Yenə başa düşmədi. Yenə başa düşmədi. Salam, yeni yüz, salam, 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 salam. Başa düşdünüz bu söhbəti? Keçək növbəti suala. Verin suallarınızı yaxşı. Sonra nə sualınız var? Başa düşdüm deyir. Ayşə xanım deyir, başa düşdüm deyir. Başqa nə sualınız var? 20-yə qədər sual var, 20-yə qədər. 19 var müəllim. 19 var müəllim. 19 var müəllim. Mürəkkəb efirin 50 qramı 20% natrium OH məlumatı tam reaksiyasında molekulunda 2 pirabiti olan bir əsaslı karbon turşusunu 27 buna danışır. Mürəkkəb efirin 50 qramı 50 qram 20% natrium OH tam reaksiyasında yəqin 50 qram 20% natrium OH məlumatı demək istəyir. 50 qram yox, 50 qram 20%. 50 qram 20%. Ha, 50 qram 20%. Bəli, bəli. Mürəkkəb efirin 50 qram 20%. Uşaq 50 qram 20% natrium OH məhlulu var. Ay, onun başına daş düşsün. 50 qram 20% natrium OH məhlulu. Mən də elə belə hesabladım. Ha, heç nə. 50-20% nə qədər? 50-20%. 10. 10. 10 qram. Deməli, bizim nəyimiz varmış? Natrium OH-ımız varmış. Tam reaksiyasından molekulunda 2 pirabiti olan alifatik bir əsaslı karbon bununla tanışır. 27 qram duz əmələ gəldi. Ha, valla Zəhra, inansan da bezdim sual oxumaqdan diksindim. Bir dəqiqə. Şu an mürəkkəb efir bilmirəm ki, hələ bu tərəf qalsın. RCO demək şu an bilmirəm də kimdir. Buranı bilmirəm. Şimdi bunu erişdirib ki, mən nə bilim kimdir. Bunun üzərinə gəlirəm. Natrium OH gəlirəm. Bunu buradan kəsirəm. Alınır ROH. Bilmirəm, hər hansısa bir spirt alınır.
Bir də nə alınır? RCO natrium. Bura qədər başa düşdün söhbət? Bir dənə qulaq as mənə. Bura qədər bildin? Bəli. Bura qədər başa düşdün. Əla. İndi qulaq as. 10 qramı daxil olanda nə qədər duz əmələ gəlib deyir? 27 qram. Bəs 40 qramı daxil olanda nə qədər əmələ gəlib? Bir dənə mənə köməklə tapacaq, narahat olma. Orada vururuq belə. 108. Neçə yeyəcək? Neçə? 108. 108. Əla. İndicə səndən belə eləyək. 108 eləyir, hə? 108. İndi bu belə deyək də, bu RCOO natrium kütləsi nəyə bərabərdir? 108-ə bərabərdir. Bir dənə buradan bunları çıxa bilərsiniz, bir dənə mənim üçün. Bir dənə o COO natrium nə qədər elə onu emeri? Bir dənə onu mən siz bir hesablasın da. 67. 67. İndi nə edirəm? Bunlar 67 edir bura qədər. Bura 67 edir. İndi nə edirəm 108-dən? 108-dən 67-ni çıxır çıxar. 67-dən 41. 41. Yəni bu erin kütləsi nəyə bərabərdir? 41-ə 41. bərabərdir. İndi gəlirəm bu hissəyə. Yazırım molekulunda 2 pirabitə. Molekulunda 2 pirabitə varsa, biri buradasa, biri ha tərəfdədir. Radikal tərəfdədir. Radikal Radikal deməli. tərəfdədir. Deməli, kimdir radikal tərəfdə olan? Bu olmur, hə deyəsən. Radikal tərəfdə əgər bir dənə pirabitə varsa, bu kimdir? Alkendir də, hə uşaqlar? Bəli. CNH2 çıxı 1-dir. Sən bunu hesablayıb 41-ə bərabər eləyək. 14-ün çıx 1 bərabərdir 41. 14-ün bərabərdir 42. N də bərabərdir neçə eləyir? 3 eləyir. Deməli, bizim radikal hissəmizdə hansı şeymiş? Adı nədir, bax? CH, CH2, bax bu imiş uşaqlar. Bu imiş, qalanları da öz yerində. Uşaqlar, biraz sual qəşəng sualdır. Biraz da kafa istəyən sualdır. Çünki sual kifayət qədər çətinliyi artırmış suallar silsiləsinə aiddir. 2 pirabitə hansıdır? Biri oksigen, biri də karbonlar arasındadır. Ailəli bax. Karbonlar arasında. Radikal hissəsi doymamışdı da. Qəşəng. Uşaqlar, aydın olun. Bu sual çox uşaq soruşmuşdu eyni anda. Bəli, aydın. Çox qəşəng sualdır, hə? Bəli, bəli. Mən efirin 50 qramı kimi oxudum, alınmadı. Sonra atmaşda işlədim, aldım. Hə, Ayan, ay sağ ol. Burada 50 qram I var da bir dənə. I orada bütün şey körləyib də. Elman Məmmədov var da, əvvəlsi tanımazsınız onu. Deyirdi, Azərbaycan I, Daxili İşlər I, Naziri I, o həmişə I ilə danışırdı. O yadıma düşdü. O bizim başımıza bəladır da, o I. Onu oraya niyə qoyublar bilmirəm. Azərbaycan I, Rusiya I, münasibətlər I. Elman Məmmədov vardı, siz tanımazsınız onu. Sən bilmirəmsə o idi, elə danışırdı. Yoxsa sən yadında qalır. O idi də, hə, elə deyil. Deməli, adam mühüm işlər görüb. Hə, o deyir ki, Azərbaycan, Rusiya, hə, elə olmadı, hə, o Xarici İşlər Naziri. Əvvəlki də köhnə Xarici İşlər Naziri. Mən baxın, adı gündəmdə olan bir təhsil naziri idi. Bir də Sahil Babayev. Deməli, onlar nəysə iş görür. Amma heç o birilərin adını iç dəftərində də bilən yoxdur heç. Allah Çünki iş nazirlərimizi qorusun. görmürlər. Allah nazirlərimizi qorusun. Allah təhsil nazirliyimizə dəyməsin. Amin, amin, amin. Deməli uşaqlar, gələk. Bəli, bəli. Gələk uşaqlar, glikozanın qıcqırması. Glikozanı qıcqırdaq. Nə alınır glikoza qıcqıranda? C2, H5, OH. Bir də nə alınır? Karbon qazı alınır. Qayda isə də paylaşmayayım mən. Yox, hə, biz heç mi aparmayacaq. Biz bayaqdan dua edirik. Parodiyadır da uşaqlar, parodiyadır. Parodiya o demək deyil ki. Deməli, uşaqlar, burada nəyə fikir vermək lazımdır? Bir dənə diqqətlə qulaq asın. Ay uşaqlar, bir dənə diqqətlə qulaq asın mənə. Deyir ki, glikozanın spirtə qızğınma reaksiyon qrafiki verilmişdir. Tabir anında glikozanın və, diqqətlə qulaq as mənə. Glikozanın və alınan maddələrin miqdarları cəmi 1,6-dır. Diqqətlə qulaq asın.
Ay uşaqlar, bundan 1 mol reaksiyaya girəndə, diqqətlə qulaq asın mənə. Salam, zoom, salam. Bundan 1 mol reaksiya girəndə, bundan 2 alınmır. Bir dəqiqə, diqqətlə baxın suala. Hə, zoom biraz gec gəldi. Bəs yaxşı, glikozadan 1 çıx M reaksiya daxil olanda buna nə qədər əmələ gəlməli? Biri mənə kömək eləsin də nə olar? 2 minus 2. Bir də, 2 minus 2. bəli, bundan əməl. Razısan bu söhbətlə? Bəli. Hı -hı. İndi deyir ki, bax burada var, bax burada. Deyir ki, tabir anında glikoza və alınan maddələrin miqdarları cəmi. Alınan maddələr nə qədərdir? 2 minus 2M, 2 minus 2M. Üstə gəl nə gəlim? Bir dənə bunu desən, əl çəkəcəm səndən. Üstə nə gəlim? Şola, glikozan reaksiya girməyən miqdarı da. Aşla, glikozan reaksiya girməyən miqdarı da. Nə tez çaşdınız qaldı. 1 minus M minus 1 Aşla, M-də, M. Birdə başlayıb M-də dayanıb. M sərf Hədə- olunmuysa. hə, Onda bərabər edirsən nəyə? 1,6. Bir də kömək elə mənə burada. 2 ilə 2, 4. Mənfi 4M. Bir də kömək elə şabı hesablayaq da nə olar? Mənfi 4M olacaq mənfi 2 3M. bərabərdir 1 10. 6-ya. 3M bərabər 4-dən 1,6 çıx tez mənim üçün. 2 onda 4. Yine M-i tap da buradan bir dənə. 8 0 onda 8. Başa düşdün necə elədin? Bəli. Müəllim, qəşəng həll elədim, hə? Bəli. Qəşəng idi, hə? Xoşum gəldi. Bəli, bəyəndim. Vay, sözləri sözlər öyrənirik yavaş. Xoşum gəldi, bəyəndim, bax belə. Belə sözlərdən istifadə edin tez-tez. Bəyənməsin deyən bəyəndim. Müəllim sizdən yoxdur. Yalandan deyən, mən kim biləcəyim? Azərbaycan Rusiya ilə münasibətlərdə bax belə. Keçən növbəti suala. Ay, ay. Keçən növbəti hə, bax belə uşaqlar. Keçən növbəti suala. Uşaqlar 25-ə qədər sualız. Nə sualız var? Din yekunlaşdıra bu modeli. 25-ə qədər sual. 25-ə qədər sual. Uşaq varmı 25-ə? 25 müəllim. 25-ə qədər sualınız var başqa nəsə? Mənim sual verdilər, M-i niyə üstünə gəldi? Mən vermədim, başqası verdi. M-i niyə üstünə gəldim? Glikozan artır qalmışdı axı. Glikozan reaksiya girməyən miqdarı. Deyirəm reaksiya girməyən miqdarı. Glikozan reaksiya girməyən miqdarın üstünə gəldim. Glikozanın reaksiya girməyən miqdarın üstünə gəldim. Filan deyir 23-ə baxaq. Alınanlar, hə bildim müəllim, çox sağ olun. Anladım müəllim, ehtiyac yoxdur. Ayan elə bir sualı verir mənə, üstündən 5 saniyə keçsə, deyir anladım, ehtiyac yoxdur. Biz nə eləyirik, özümü başa düşəmirəm arada. 23. Sualı verir, üstündən 5 saniyə çəkir. Bilmərim, bildim, sağ olun. O rəhmətli Arif Quluf edir, salam, sağ ol edirdi. Onun kimi oldu. Deməli, glikozanın yağ turşusuna qızqırması, gəlir, salam, sağ ol, görüşərik, haradadır. Bəlkə yazı gəlib, bəyin olmamasında bir səhnə var, orada belə bir söhbət edirlər, o yadıma düşdü. Ayağında sual ona bənzədir, salam, sağ ol. Glikozanın yağ turşusuna qızqırma reaksiyasının məhsullarının əmələ gəlmə qrafik nəsilsən, şöyle bilirik ki, glikoza C6H12O6-dır və yağ turşusuna qızqıran zaman C3H7, COH, karbon qazı və hidrogen alınır. Bilirsən də şöyle burada bunların molları nədir? Bunların molları indi şöyle. Burada X və Y uşaqlar ikisi bir yerdədir. Diqqətli olun. Uşaqlar bunlar ikisi bir yerdə sıfır şeydir. Sizə niyə bunları eyni veriblər? Çünki bunlar ikisi də eyni qədər alınır ona görə. İkisi də eyni qədər alınır deyə bunu belə veriblər. X, Y. Yəni bunlardan biri karbon qazdır, bir də hidrogen. Maraqlı deyil mənə kim olduğu. Burada nəyə fikir vermək lazımdır? Bundan 1 alınanda, bundan neçə alınır? 2. Bundan neçə alınır? 2. İndi başlayışlar. Bundan 0,8 alınsa, bundan neçə alınmalıdır? 1 onda 6. 1 onda 6 bu neçə olmalıdır? 1 onda 6. Düşün. Görək ki, asan həll elədim.
Sonra bunları cəmlə də 0,8 üstəyə 1,6 üstəyə 1,6. Görə bilirsən izah Sən belə izah görmüşdün? Ha belə. Sonra keçək növbəti. Nəhayət 26. Nəhayət 24. Başqa sual var burada? Xoşum gəldi şübhəli. Sağ ol da. 24. Seviz deyil 24-ə baxaq. Şola deməli maddə belədir. Deməli uşaqlar burada HCO mürəkkəb efini əmələ gətirən turşu və spirtin sparçlar eyni olarsa efinin molekulunda atomların sayını neyləyin? Tapın. Deməli biz burada nə edəcəyik? Hə, tapdım. Tapdım. Tapmadım. Tamam, mənə kömək edin də biraz nə olar? Hə, bildim. Deməli bunu əmələ gətirən turşu kimdir? HCOH-dır. Əmələ gətirən spirti bilmirəm kimdir. ROH yazıram və yaxud da elə boş spirt yazıram. Mənə heç maraqlı da deyil. Bunun kütləsi nə qədərdir? Qarışqa turşunun kütləsi nə qədərdir? Qarışqa turşunun kütləsi. Bunun 46 eməli tapdırana. Neçə olacaq? 46. Ay sağ ol. Spirtin formulu nədir? CnH2 plus 2O deyil. Buradan N'i tap. N eləcə 2. Üstə tapdığında uşaqlar. Yəni bu kim imiş? Qarışqa turşusuyla etil spirt imiş. Üstə. Buradan OH, buradan H çıx. HCOO, C2H5 üstə gəl su. Bunda atomların sayını istəyir. Atomların sayda 1, 2, 3, 4, 6, 11. Aydın oldu. Keçək növbəti. Başqa 26 sual var burada. Başqa nə sualınız var 26-ya qədər? 26 var müəllim. Dəmir yumruq deyir 26 var. O dəmir yumruq kimdir? Deməli doymuş. Deməli dəmir yumruq deyir 25-ə də baxar zəhmət olmasa. Ayşə deyir 25-ə də baxar. Baxaq da. Deməli yağdır. Yağdır. Bir dəqiqə gözləyin. Deməli, yağ dedik ki, CH2O, CHO, CH2O, bu da bilirsən də RCO, RCO, RCO. Uşaqlar, turşudan H spirtdən H çıxaranda da bunu əl dəfə sizə yolunu öyrətdim. Mən bunu əzbərlədim. Aha, yaxşı, yencə, salamat, o sualları şeylədinəm. Üzərinə natrium OH gəlirəm 3 dənə. Natrium OH, natrium OH, natrium OH. Götürüm mişarı bunu buradan kəsirəm. Nə alınır? Spirtə H verirəm. Nə alınır? Deməli, CH2OH, CHOH, CH2OH, bir də yerdə nə qalır? 3 mol RCOO natrium. Belə yazdım, RCOO natrium. Belə tapdın mı bunu? Aşağılar, Y-in molekulunda, Y-in molekulunda deyir ki, Y-in molekulunda 56 nə var? Atom var. Aşağılar, Y-in molekulunda. Aşağılar, eşidirsiniz məni 25-ci suala görə? Burada cəmi deyir 56 dənə var. İndi baxaq. Hələ eri qoyaq kənara. Burada neçə dənə atom var? 1, 2, 3, 4. Bir dənə 56-dan 4 çıx, 56-dan 4 çıx bir dənə. 52. Aha, 52. Deməli, bu R kimdirsə, onda nə var? 52 dənə var, atom var. Tutun söhbəti. Yəni, bu R kimdirsə, onda 52 dənə var. İndi mən onu hardan biləcəm? Şöyle bərk yağlarda radikal nə idi bərk yağlarda? Sen H2 yazıda da doymuşdu çünkü. Ay sağ ol. 14'ün plus 1'i nəyə bərabərliysən? 17 çıxırdı. Ay sağ ol. 14'ün bərabərdir. 13. Yox. Üzr istəyirəm. Atom tapmaqdan kütlə tapdım. N üstə gəl 2-nin üstə 1. 1.
n bərabər də 17. Deməli bizim radikalımız kimdir? Müəllim, amma qəşəng həll elədim ha bunu. Ha? Xoşum gəldi. Bax, bəyənin. Qəşəngdir müəllim. İstiyarənin turşusu, bəli, istiyarın turşusunun bərk yağıdır. Bəyəndim. Mən də bunu bəyəndim. Və ən nəhayət möhtəşəmin ötəsi. Bəli, məni tərifləyin yalanla. Və mən də biraz da enerjilənim. Və deməli 26-cı suala baxıram. Doymuş bir atomlu spirtlə doymuş bir əsaslı karbon turşusundan deməli doymuş bir atomlu spirtlə doymuş bir karbon turşusundan alınan mürəkkəb efirin nə danışır? Yaş fikirləşin biraz dəqiqə gözlərim. Bir atomlu spirtlə doymuş hə bildim. R, S, ya varsa bu sualları həll edeyim dərsdə bu başım. Bir də zülm olar. R, S, O erişdi. Mən nə bilim şimdi. Bunun üzərinə natrium OH gəlirəm. İxtiyarı yoxlayıram ama sadəcə. Mahiyyətlə başa düşməyə çalışıram. Bunu buradan bölürəm. Spirtə H verirəm. Olur ROH. Mən nə bilim şimdi. Bir də yerdə nə qalır? R. Bax fikir R, S, O natrium. R, S, O natrium. Belə yazdı uşaqlar. Yəni söhbət bu reaksiyadan gedir. Amma elə belə ixtiyarı yazmışam da. İxtiyarı. Və sən lap belə də yaza bilərsən. Mürəkkəb efir, istən belə yaz. Mürəkkəb efir üzərinə gəlinsin natrium OH. Bir dənə nə alınır? Spirt alınır. Bir dənə də nə alınır? Duz alınır. Yəni belə də yaza bilərsən. Heç bir sıxıntı deyil. Bildin mi necə? Buna fikir vermək lazımdır. Deyir ki, uşaqlar, onun dönmüş bir atomlu spirtlə dönmüş bir əsaslı karbon turşusundan alınan mürəkkəb efirin 0,2 mollu natrium OH reaksiyasında 25,6 qram məhsul alınmışdır. Aha. Spirt məhsulu 25%'dir. Uşaqlar, birinci nə edirəm? 25,6 neçə faizini tapıram? 25% tapıram. Gəl tapaq. 5,6'nın 25'ə vurub 100'ə bölürəm. 6,4. Ay sağ. Deməli bizim spirtimiz neçədir? Ben burada yazdım. Fərqi yoxdur. Yuxarıda yazabilirsin. Sıxıntı deyil. Burada deməli neçədir? 6,4. Və uşaqlar, o zaman bu neçə olacaq? 25,6'dan çıxıram. 6,4'ü. 19,2 kim olacaq uşaqlar? Deməli bu duz olacaq. Buraya qədər başa düşdünüz uşaqlar? Və bu arada deyir, bunun 0,2 molundan bu qədər əmələ gəlib. Ha, 0,2 molundan. Bəs yaxşı, bunun 1 molundan nə qədər əmələ gəlir? 5 dəfə artır da. 5 dəfə artır. Deməli 32. 6,4 neçə? 32, 6,4, 32 alınır. Aha. 19,2'ni də vuraq 5'ə. 96. 96 müəllim. 96 müəllim. 96 müəllim. Nə istedi məndən? Efir molekulun tərkibində turşu qalığında neçə karbon var? Turşu qalığında. Turşuda istəyir. Hə, turşuda istəyir. Turşuda istəyir. Bir dənə diqqətlə qulaq asın. Deməli, RCOO natrium kütləsi 96'ya bərabərdir. RCOO natrium kütləsi nəyə bərabərdir uşaqlar? 96'ya bərabərdir. 96'dan bir dənə bu qalan çıxın bunları. 96 çıxılsın. 12 çıxılsın. 32 çıxılsın. 23. Deməli bu R var, bu R. R bilirsən kimdir? R. R 29. deməli R 29. R kütləsi nəyə bərabərdir? 29'a bərabərdir. Bilirəm ki, R nədir? Doymuş radikaldır. CnH2n plus 1'dir uşaqlar. CnH2n plus 1'dir. 14n plus 1'i 29'a bərabər edirəm. N N2. də bərabərdir ki, deməli mənim radikalım kim imiş? C2H5COO natrium. Tutdu söhbəti. Turşu qalan neçə karbon var? 3 dənə. Mən bunu harda öyrənmişəm? Bunu kim mənə deyir? O belə. Problem var burada. Bir baxın da, uşaqlar, baxın hələ. Bir baxın hələ həllinə. Müəllim yoxdur problem. Uşaqlar, həqiqətən bunu da bitirdiyi. Bizdə bir dənə nə qaldı? Baxmadığımız. Uşaqlar, həqiqətən zülm çəkirəm hal-hazırda. Deməli bunun hədəfin bir dənə quizi qaldı. Onun elə bir böyük sual olmaz. Bir dənə 10 sual qaldı. Ölüm sualları. 10 sual qaldı, hə uşaqlar? Ölüm sualları.
10 suala növbət dəfə baxa bilərik əslində. 10 suala. Məncə daha məntiqlidir. Çünki bu beyinlə mən 10 suala baxamayacağam. Gedirsiniz onda gedirik. Yox, topludan baxaq da aminlərə. Görə nə suallar var topludan aminlərdən. Baxaq da bir ələ vaxtımız var da. Bir 15-20 dəqiqədə baxa çıxa gedərik. Hara tələsirsən belə? Bir müəllim hədəfdə 11-ə baxa bilərsiniz, Rauf deyir. Yaxşı. 11-in cavabında deyəsən səhvlik var. Ay, maşallah, hər şey işləyirlər. Bir 15 dəqiqə baxaq gedək. Mən də elə düşünürəm. Bir dəqiqə. Mən də elə düşünürəm. İnşallah modellər mənə çox yox. Ümumiyyətlə, axır-axırlarda deyə dəhşət çox sualları olur. Dəhşət çox suallar olur. İnşallah daha heç açmışam deyində suallarınızı verin. Daha onsuz da neysə, açmışam da bunu. Qoy qalmasın burada. Deyim. Eyb yox. Gələn də şeyə baxarıq, topluya baxarıq. 1-dən 5-ə qədər sual. Da başlamışıq da. 1-dən 5-ə qədər sual. Müəllim, birinci bloka liflər düşməyə bilər sinif dərsində deyir. Birinci bloka, ola bilər, amma ehtimal. Bəs nə, uzaq palçıqlı yollar gedəcək. Bəli, bəli, bəli. 3 fruktoza üçün doğru olan ifadələr. Fruktoza üçün doğru olan ifadələr. Da deməli, burada maltozanın hidroliz məhsuludur. Maltoza nədən ibarətdir? Maltoza. 2, aşağı maltoza nədən ibarət? 2 alfa glikozdan ibarət deyildi maltoza. Deməli, səhvdir bu. 2 alfa glikozdan ibarətdir. Saxarozla hidrolizlə alınır? Bəli. Alfa glikoza, beta fruktoza. Üstə yaşlı olan maddələr? Bəli. Hidrogen reduksiyasından 5 atomlu. Uşaqlar, səhvdir. Glikoza zaten 5 atomlu spirtdir. Çünki C6H12O6-da hidrogen reduksiyasından 6 atomlu spirt olur. Ona sorbit deyirlər. Bilirsən niyə görə? Çünki burada biz əvvəlki dərsdə demişdik ya, 1, 2, 3, 4, 5, 6. Burada 2 qat rabitə var da. Burada OH-lar onsuz da var idi. OH-lar zaten var idi. Bunun üzərinə hidrogen gəlirsən. 2 qat rabitə qırılır buradan. H-ın biri bura. Neçə atomlu spirt olur? 6 atomlu. Bildin 3-cü sualı. Leyla. Maltoza 2 alfa glikozdan ibarətdir maltoza. Gəldi 2-ci suala. 1 mol glikozanın tam yanmasından əmələ gələn karbon qazı. Şu an glikozanın formulu C6H12O6-dır. Əmələ gələn karbon qazı 6 mol yazıram bura. Deməli, bunun 1 moluna nə qədər əmələ gələcək? 6 vur 44. 6-nı 44-ə vurursan cavab çıxacaq. Sonra 5-ə qədər sual. 5-ə qədər sual. Glikoza üçün nə doğrudur? Glikoza üçün nə doğrudur? Suda həll olunmur, yalandır. Reduksiya olunmur, yalandır. Hidroliz edir, yalandır. Oksidaşmı yalandır. E variantı aldehid spirtdir glikoza, Leyla. Aldozadır. Bir dənə fruktoza keton spirtdir, ketidir. Sonra növbəti sual. Müəllim, 10-a qədər sual. 25 olmalı deyil. Bir də 11-ə baxardınız. Baxıram, səbirli. 10-a qədər görə başqa nəsə varmı? Bir də başlamışkən deyim də yeşunlaşdıraq onu. Canımı çıxdı biz bunlarla. Baxa. 11 nədir ki belə? Bir glikoza üçün doğru olmayan ifadə. Molekulun keton qrupu var, yalandır. Suda yaxşı hal olur, bəli. Hidroliz etmir, bəli. Mis OH ilə həm oksijen, həm dəyişmə reaksiyasına daxil olur. Bəli. Çünki mis OH-kinə çox atomlu spirt kimi reaksiya daxil olur. OH çıxır da. Bir də ki, aldehid kimi daxil olur. Qızqırma məhsullarının bir asitat turşusudur. Bu səhvdir. Asitat turşusu deyil. Qızqırma məhsullarından biri yağ turşusu ola bilər. Gümüş yüzüyə daxil olub, bəli. Doğru olmayan deyir, cavab olacaq 1-5. O nə idi? 1-4-5 çıxıb. Hə, səhv. 1-5-dir cavab. Aydın oldu. Bəli. Məsələn, nəzər, çox atomlu spirt kimi daxil olur. Elə bir ki, C6H12O6 deyil. Bunu belə yazsam, bax.
S6, H10, deməli O4, OH2 nə yazırsan düz olur belə OH2 nə yazsan. Üzərinə mis OH gəlirsən, HO və belə. Bildin mi necə? Bəli, müəllim, belə yazmışdım, sadəcə cavaba görə qaldım. Yox, narahat olma. Sən haqlısan burada. Sən haqlısan burada. Rahat, bəli, bəli, doğrudur. Keçək növbəti suala. Başqa sual var mı burada? Ətraflılarda, ətraflı nə idi? Situasiya filan. Var mı burada situasiya filan? Ha belə. Problem yoxdur. Yaxşı. Buna baxdıq. Sonra bu da getdi. Bu da getdi. Deməli, burada da başqa sualınız yox imiş. Səbirli ol. Burada. HT bitdi. Model bitdi. Qəşəng getdi bu günlər. Əslində pis getmədi. İndi uşaqlar, mən sizə topludan deməli nəyə vermişdim evə? Nitro birləşmələri və aminləri vermişdim. Nitro birləşmələri və aminləri. İstəyirsinizsə sabahları bizim nə qaldı burada? Nə qaldı burada? Bir dənə iri molekullar qaldı. Test baxmadığımızda bitir də üzvü şükür. Şükür bitir üzvü. Axır ki. Ona belə deyək. Bir müəllim bu çox asandır bu arada aminlər. Nəzrin bunu birinci dəfə keçirsən yoxsa əvvəl keçmişdin? Birinci dəfə keçir və birinci dəfə keçir və mövzunu bu şəkildə başa düşür. Əla. Sabah baxaq ona Allah bilsin. Bəli, bəli. Qazın sabah baxaq. Bəli, mən də baxaq. Deyir, mən heç nə anlamıram aminlərdən. Leyla deyir. Leyla, nəyə anlamırsan? Mənə çatmır. Özdə mən o mövzunu sizə, özdə sizdə izah eləmişəm onu. Allah saxlamış. 2 saat mən azot üzvü birləşmə izah eləmişəm. Olmaz ha, təkrarlamaq lazımdır. Leyla, mən nətər eləyim onu? Təkrarlamaq lazımdır. Deyir, unuduram dedi. Təkrarlamaq lazımdır. Nəzrin neçə ilə mən kəşf eləmişəm. Kimi hiss edirəm. Belə izah eləmişəm. Çox sağ ol. Mən tərifləyirəm. O belə. Hə, əla. Bir çox şagirdlər, deməli, bunu bizlə bərabər keçdi. Üzvü kimyanın hətta bir çox hissəsini bizimlə bərabər öyrəndi. Əslində, belə deyək də, bu çox gözəl bir haldır. İnşallah ki, xeyrin görərsiniz. Nə yazdı orada yoldaşınız? Deyir ki, dəmir yumruq. Belə. Əla. Əla, əla. İnşallah digər kimyanın digər boşluq olan hissələri də Allah qismət eləsin, hər şey oturacaq yerinə. Oldu o zaman uşaqlar. Belə baxıram, mən də yoruldum, çox danışdım. İnşallah sabahları dərsdə görüşmə ümidiylə. İndi qrupa da deyəcəm sabahın tapşırıqlarını. Oldu. Belə. Oldu uşaqlar, sağ olun, salamat qalın, növbətdə görüşərik inşallah. Müəllim reaksiyalar. Reaksiya mən bilmirəm ki, mən onu tapanmadım ki. Gələ görmək uşaqların kimdəsə varsa onların tapmadı. Müəllim, valla adam məcbur edir ki, silahla da gətirdirə başınızdakı reaksiya tapasınız. Reaksiya neyirsən? Gedim biraz dincəlim, saat 11-də dərsim var. Sağ ol, Oldu Mənə, sağ müəllim. ol. Gecəniz xeyir Dincəli olsun. müəllim, biz qrupluca hücum çəkə bilərik. Ehtiyatlı olun. Zivili çıxdı. Salamat uşaqlar, sağ olun. Gecəniz xeyir olsun.